Salam, hər vaxtınız xeyir olsun, şagirdlər və müəllimlər. Gəlin deməli, bu videoda trigonometrik tənliklərdən qəbula, buraxılışa və sınağa düşmüş illər ərzində sualların izahına baxaq. Baxaq birinci suala. Sual 1-də görək nə deyir bizə. Deyir ki, 2 sinus kvadratı yarım x bərabərdir kosinus 2x minus kosinus x. Şagirdlər, burada 2 dənə düstur bilməliyik. Daha doğrusu bir dənə bilməliyik. Bu düstur budur ki, sinus kvadratı yarım x bərabərdir 1 çıxılsın kosinus x bölünsün 2. Bu düsturu burada tətbiq eləmək lazımdır. 2 vurulsun 1 çıxılsın kosinus x bölünsün 2 bərabərdir kosinus 2x minus kosinus x. 2'lər getdi, qaldı 1 çıxılsın kosinus x bərabərdir kosinus 2x minus kosinus x. Kosinus x'ləri apardım. Yekunda qaldı kosinus 2x bərabərdir 1 tənlik. Bu da bizdə xüsusi haldır. 2x buradan bərabər olur 2 pi n-ə. 2'ləri də aparıram, x bərabər olur pi n-ə. Burada da n də daxildir nəyə? Z-ə. O da oldu y bəndi. Birinci sual bu şəkildə. Baxaq sual 2-yə. Görək sual 2 bizə nə deyir. Sual 2 deyir ki, 1 üzərinə gəlinsin 2 modul sinus x bərabərdir kosinus 2x. Şagirdlər, burada 2 dənə düstur bilməliyik. Düstur 1 odur ki, birinci düstur sinus kvadratı x üzərinə gəlinsin kosinus kvadratı x bərabərdir 1. Bərabərdir 1. İkincisi odur ki, kosinus 2x bərabərdir kosinus kvadratı x çıxılsın sinus kvadratı x. Bu iki düsturu burada tətbiq edəcəm. 1'in yerinə nə yazıram? 1'in yerinə yazıram sinus kvadratı x üzərinə gəlinsin kosinus kvadratı x üzərinə gəlinsin 2 modul sinus x bərabərdir. Kosinus 2x'in yerinə ikinci düsturu yazıram. Kosinus kvadratı x çıxılsın sinus kvadratı x. Bu şəkildə. İndi kosinus kvadratları aparıram. Olur nə? 2 sinus kvadratı x üzərinə gəlsin 2 modul sinus x bərabər olur 0'a. Bərabər olur 0'a. Burada yaxşı olar ki, modulda sinus x-a bir t deyək və 2 sinus kvadratı x nə olacaq? T kvadratı. T kvadratı üzərinə gəlsin 2t bərabər olacaq 0'a. Və əlbəttə ki, bu t də böyük olmalıdır 0'dan. Çünki modul mənfi ola bilmir. 2t'ni çıxartsam mötərizə xaricində qalacaq nə? Qalacaq t plus 1 bərabərdir 0'a. 2t bərabər 0'a, t bərabər 0'a, t plus 1, daha doğrusu burada t böyük bərabər 0, modul 0 ola bilər. Bərabərdir 0'a, t bərabərdir mənfi 1'ə. Mənfi 1'i götürəcəm, xeyr, götürməyəcəm. O zaman qaldı t bizdə 0'dır. Modulda sinus x bərabərdir 0'a. Deməli, sinus x sözü 0 imiş, bərabərdir 0'a. Bu da sinusun xüsusi haldır. Burada da x bərabər olur pi n-ə, n də daxildir z-ə. Bu şəkildə. İkinci sualın da cavabı oldu y bəndi. Baxaq üçüncü suala. Üçüncü sualda şagirdlər, siz bir qayda bilməlisiniz ki, kosinus kvadratı 2x bərabərdir 1 tənliyinin bu parçasına daxil olan kökləri cəminin dərəcə ölçüsünü tapın. Laf gözəl. Dərəcə azaltmağı bilməlisiniz ki, kosinus kvadratı 2x bərabərdir 1 plus kosinus 4x bölünsün 2. Deməli nə olacaq? 1 plus kosinus 4x bölünsün 2 bərabər olacaq 1'ə.
bərabər olacaq 1-ə. 1 plus kosinus 4x bərabər olacaq 2-yə. Deməli, kosinus 4x bərabər imişsən demənəyə 1-ə. Bu da xüsusi halda 4x bərabər olur nəyə? 2 pi n-ə. 2 ilə 4-ü aparıram. 2x bərabər olur pi n-ə. X də bərabər olur pi n bölünsün 2. Pi n bölünsün 2. Bizə parça nə verib? Parça verib ki 0, 180 dərəcə parçasında. İndi gəl burada n-ə biz qiymət verək. N bərabər olsa 1-ə, n bərabər olsa 1-ə. X bərabər olur nəyə? Pi bölü 2, 90 dərəcə. N bərabər olsa 0-a, x bərabər olur 0-a. N bərabər olsa mənfi 1-ə, x bərabər olur mənfi 90 dərəcə və əlbəttə ki, mənfi qiymətlər verməyəcəm, çünki mənfi olur. Bizim aralığımızda müsbət parçadır. Ona görə n bərabər 2 olsa, x bərabər olur 2 pi bölünsün 2, o eləyir 180 dərəcə. Vəssalam, artıq n-ə biz 2-dən böyük qiymətlər verə bilmərik. Çünki bizdə parçadan böyük 180 dərəcə. Deyir, tənliyin parçasına daxil olan kökləri cəmin dərəcə ölçüsünü tapın. Bu da olur nə qədər? 180 dərəcə üzərinə gəlinsin 90 dərəcə. Bu da bərabər olur 270 dərəcəyə. Belə, 270. Baxaq 4-cü suala. Baxaq 4-cü sual. 4-cü sual bizə deyir ki, kosinus 3x üzərinə gəlinsin 72 dərəcə bərabərdir mənfi 1 tənliyinin 0-45 dərəcə intervalındakı həllini tapın. Xüsusi haldır. 3x üzərinə gəlinsin 72 dərəcə bərabər olur. Mənfi 1-i kosinus harda alırdı? Mənfi 1-i alırdı. 180 dərəcə üzərinə gəlinsin 360 dərəcə vuraq n-də. Burada alırdı. 3x bərabərdir. 180-dən 70 çıxanda 108 dərəcə üzərinə gəlinsin 360 dərəcə vuraq n. X bərabərdir. 36 dərəcə üzərinə gəlinsin 120 dərəcə vurulsun n. İndi bir şey deyim də. Burada biz n-ə yalnız bir qiymət verə bilərik. O da n bərabər 0 olan halda bizim intervala düşür həll. Yəni n bərabər 0 olsa, n-ə 0 versəm x nə qədər olacaq? X olacaq 36 dərəcə. N-ə mənfi verə bilmərəm, n-ə 0-dan böyük verə bilmərəm. 0-dan böyük versəm 45-i vurub hara keçəcək gör. Ona görə bizə bu həll istəyir. O da oldu nə? 36 dərəcə, yəni ki, y bəndi. Bu şəkildə. Baxaq, deməli nəyə? Baxaq 5-ci suala. 5-ci sualda görək nə deyir? 5-ci sual. Deyir ki, kosinus 2x çıxılsın kotangens kvadratı 2x bərabərdir. 1,5 çıxaq 1 bölünsün sinus kvadratı 2x. Deməli, siz bilməlisiniz ki, deməli 1 bölünsün sinus kvadratı 2x bərabərdir. 1 üzərinə gəlinsin kotangens kvadratı 2x-a. 1 üzərinə gəlsin kotangens kvadratı 2x-a. İndi burada nədir? Burada mənfi verib də qiyməti. Mənfidir. Bax, fikir ver, bura mənfidir. Gəl yazaq. Kosinus 2x bərabərdir 1,5 üzərinə gəlinsin kotangens kvadratı x mənfi olacaq minus 1 çıxılsın kotangens kvadratı 2x. Kotangenslər getdi. 1,5-dən 1 çıxanda nə qalır? 0,5. Kosinus 2x bərabər olur 2-də 1-ə. 2x bərabər olur. 2-də 1-in harda alırdı? Kosinus 2-də 1 alırdı. Pi bölünsün deməli. Pi bölünsün 3. Üzərinə gəlinsin 2 pi n. 2 pi n. X də buradan bərabər olur nə?
pi bölünsün 6 üzerine gelinsin pi n. Və n də daxil olur z-ə. Həll eləmək istəyirdi, həll oldu bu şəkildə. Baxaq 6. 6-cı sualda görək nə deyir. 6-cı sual deyir ki, 1 bölünsün kosinus 3x, niyə belə yazır? 3x bərabərdir. 1-i keçirdirəm sağa olur, -1. Deməli, sən demə kosinus 3x elə -1 imiş. -1 imiş. Bu da olur 3x bərabərdir. -1 xüsusi hal olur. Pi üzərinə gəlsin 2pn. X də bərabər olur. Pi bölünsün 3 üzərinə gəlsin 2pn bölək 3. Və burada da n də daxil olur z-ə. Bu da oldu bizim tənliyin həlli. 7-ci sual. 7-ci sual nə deyir? Deyir ki, sinus x kosinus x bərabər olur. Kvadrat kök altda 2 bölünsün 4. Yaxşı olar ki, tənliyin hər iki tərəfini 2-yə vuraq. Vuraq 2-yə. Nəyə görə? Bax, bu 2 sinus x kosinus x bizdə sinus 2x verir. Sinus 2x bərabərdir. Nəyə? Kök altda 2 bölünsün 2-yə. 2x bərabərdir. Kök altda 2 bölünsün 2-yə harda alır? Deməli, bu olacaq nə? -1 üstü n. Kök altda 2 bölünsün 2 alır. Pi bölü 4-də vuraq. Pi bölünsün 4. Üzərinə gəlinsin pn. Pn. X də bərabər olur buradan nə? -1 üstü n vuraq. Pi bölünsün 8 üzərinə gəlsin pn bölünsün 2. Və burada n də daxil olur z-ə. Vəssalam. Bu da tənliyin oldu həlli. Baxaq 8-ci suala. 8 nə deyir? Deyir ki, tangens x plus pi bölünsün 3 bərabərdir -kök altda 3-ə. Yenə də götürüb yazsan, argument bərabərdir. X plus pi bölünsün 3 bərabərdir. Tangens deməli. Tangens -kök altda 3 harda alır? -60 dərəcəndə. -pi bölünsün 3 üzərinə gəlinsin pn. X bərabərdir 2pi bölünsün 3 üzərinə gəlinsin pn. Daha doğrusu -2pi bölünsün 3 üzərinə gəlinsin pn. Və burada da n də daxil olur z-ə. O da oldu harda? O da oldu D bəndində. Belə. Baxaq 9-cu suala. Deyir ki, 9-da. Sinus 3x bərabərdir 2a. A parametrin hansı qiymətlərində deyir, bu tənliyin həlli var. Ümumiyyətlə, burada 3x olmur, istəyir lap 100x olsun. Bu 2a dediyin şey kiçik bərabər olmalı 1-dən, böyük bərabər olmalıdır -1-dən. Hər tərəfi 2-yə bölsəm, -2-də 1, kiçik bərabərdir a, kiçik bərabərdir müsbət 2-də 1. Deməli, bu da a da hara daxil olur? A da daxil olur -2-də 1 ilə müsbət 2-də 1-ə. O da olur y bəndində. Yəni, bu 2a mütləq -1-lə 1 parçasında olmalıdır. Bu oldu 9-cu sual. Baxaq 10-cu suala. Yenə də həmin qayda ilə 10-cu sual. 10-cu sualda hər tərəfi vuraram 2 olacaq. 2 vurulsun sinus 2x kosinus 2x bərabər olur. 4-də 1, 2-yə vuranda olur 2-də 1. Bax, bura sənə verəcək sinus 4x-i. Sinus 4x bərabər olur 2-də 1-ə. 4x bərabərdir -1 üstü n vuraq. Pi bölək 6 üzərinə gəlinsin pn. X bərabərdir -1 üstü n vuraq. Pi bölünsün 24 üzərinə gəlinsin pn bölək 4. Və burada da n də daxil olur z-ə. Həll də oldu bu. O da oldu harda? O da oldu C bəndində. Belə. Baxaq 11-ə. 11 maraqlı sualdır. Baxaq 11-ə. Deyir,
Sinus x minus kosinus x bərabərdir 1 tənliyini ödəyin. Ən kiçik müsbət arqumentin qiymətini tapın. Gəl belə eləyək. Biz burada deyək ki, kosinus x fərqli olsun 0-dan. X nədən fərqli olacaq? X fərqli olacaq. X fərqli olacaq deməli nədən? Pi bölünsün 2 üzərinə gəlinsin pi k-dan fərqli olacaq. Bu qalsın öz yerində. Gəl bu tənlikdə hər tərəf bölək kosinusa. Olur sinus x bölünsün kosinus x. Çıxaq kosinus x bölünsün kosinus x. Bərabər olur 1 bölünsün kosinus x-a. 1 bölünsün deməli nə? Kosinus x-a. Bu oldu belə. Bu oldu belə. İndi bura nə verir bizə? Bura verir deməli tangens x. Tangens x çıxılsın 1 bərabərdir 1 bölünsün kosinus x-a. 1 bölünsün kosinus x-a. Əslində bu yol bizə nəsə verəcək? Bu yol bizə bir şey verməyəcək. Gəlin bunu bu yolla getməyək. Gəlin bunu bərabərliyə belə eləyək. Hər tərəfin vuraq. Kök altda 2 bölünsün 2. Kök altda 2 bölünsün 2 sinus x. Çıxaq kök altda 2 bölünsün 2 kosinus x bərabər olsun. Kök altda 2 bölünsün 2. İndi kök altda 2 bölünsün 2-nin yerinə mən nə yaza bilərəm? Mən yaza bilərəm də deməli sinus 45 dərəcə vurulsun sinus x minus bu nədir? Kosinus 45 dərəcə vurulsun kosinus x bərabər olur kök altda 2 bölünsün 2. Bu oldu belə. Bu oldu belə. İndi biz burada bir səhv elədik ki, gələ bunu sinus 45 dərəcə yox. Bunu da kosinus 45 dərəcə yox. Bunu belə yazardıq. Bunu yazaq kosinus 45 dərəcə. Bunu da yazaq sinus 45 dərəcə. Bu nə oldu? Sinus alfa kosinus beta, kosinus alfa sinus beta. Olur sinus x minus 45 dərəcə bərabər olur kök altda 2 bölünsün 2. Necə baxaq? Deməli, x minus 45 dərəcə bərabər imiş mənfi 1 üstü n pi bölək 4 üzərinə gəlinsin. Pi bölək 4-də belə yazaq da. 45 dərəcə üzərinə gəlinsin 180 dərəcə vuraq k. Daha doğrusu n. İndi bu nə olur? X bərabər olur mənfi 1 üstü n vuraq 45 dərəcə. Çıxaq 45 dərəcə üzərinə gəlsin 180 dərəcə vuraq n. Bu şəkildə. İndi gəl yenə 1 verək. n1 olanda x nə olur? X bərabər olur mənfi 45 dərəcə minus 45 dərəcə üzərinə gəlsin 180 dərəcə. Buradan mənfi 90 üzərinə gəlsin 180 bu deyilir 90 dərəcə. 90 dərəcə. N bərabər olsa 0-a x bərabər olacaq nəyə? 45 dərəcə çıxaq 45 dərəcə. Bu da bərabər olur 0-a. Artıq enə biz 2 verəndə ən kiçik olmayacaq. Enə biz ən yaxşı elə 1 verək. 1 verəndə ən kiçik n bərabər 1 olanda arqumentin ən kiçik qiyməti olur nə? Pi bölək 2. Yəni 90 dərəcə. O da olur harda? O da olur A bəndində. Yəni bunu əslində yenə dediyim ki, burada tangesdən də gedə bilərdik, amma çox uzun çəkəcəkdir. Elə ən yaxşısı kök altda 2-yə, kök altda 2 bölünsün 2-yə vurmaq hər tərəf. Bu oldu belə. Yəni bu oldu 11-ci sualın cavabı oldu A bəndi. Baxaq 12-ci suala. 2020 buraxılış. 12 nə deyir? Deyir ki, sinus x bölünsün kotangens 73 dərəcə bərabərdir kotangens 17 dərəcə. Kotangens 17 dərəcə.
Şagirdlər, biz bilirik ki, kotangens 73 dərəcə elə bərabərdir tangens 17 dərəcə. O zaman bunu silib yerinə yaza bilərəm ki, tangens 17 dərəcə. Biz də bilirik ki, çarpaz vura bilərik də bunlar. Deməli, sinus x bərabərdir tangens 17 dərəcə vuraq kotangens 17 dərəcə. Argumentlər eynidir. Tangens alfa vurulsun, kotangens alfa nə eləyir bizə? Bizdə eləyir 1. Deməli, sinus x bərabərdir 1-ə. X bərabərdir pi bölünsün 2 üzərinə yenilsin 2 pi k. Və k da daxil olur z-ə. O da olur harda? O da olur D bəndi. Belə. Baxaq 13-cü suala. 13-cü sualda görək bizə nə deyir. 13 deyir ki, 2 sinus x bərabərdir mənfi 1-dən. Deməli, sinus x neymiş? Mənfi 2-də 1 imiş. Sinus x mənfi 2-də 1 imiş. Onda x buradan nə olur? Mənfi 1 üstü n plus 1 vuraq. Deməli, modulca götürürdük. Mənfi olanda bunu modulca götürürdük. Modulca 2-də 1. Bu olurdu belə də. Arc sinus 2-də 1. Üzərinə gəlinsin pi k. Pn. Burada yazılır. Pn. İndi arc sinus 2-də 1-i harda alırdı? Arc sinus 2-də 1 alırdı 30 dərəcədə. Mənfi 1 üstü n plus 1 vuraq. Pi bölək 6 üzərinə gəlinsin pn. Burada n də daxil olur z-ə. Bu şəkildə. Həll oldu bu. Baxaq 14-ə. 14 nə deyir? 14-də şagirdlər bir şey bilməlisiniz ki, kosinus x bərabərdir. Kosinus kvadratı pi bölünsün 8 çıxaq. Sinus kvadratı pi bölünsün 8-dir. Bunu bilməlisiniz ki, kosinus kvadratı x çıxılsın sinus kvadratı x bərabərdir kosinus 2x-a. İndi burada nə olacaq? Burada olacaq kosinus x bərabərdir. Bu eləyir kosinus 2x. Yəni kosinus pi bölək 4-də. Pi bölək 4-də də nə alırdı? Kök altda 2 bölünsün 2. X da buradan bərabər olur. Deməli nəyə? Kök altda 2 bölünsün plus minus. Kök altda 2 bölünsün 2 harda alırdı? Pi bölünsün 4 üzərinə gəlinsin 2 pi n. Və bu da n də daxil olmalıydı z-ə. Deyir ki, ən kiçik müsbət kökünü tapın. Yəni mən bura n-ə mənfi qiymətlər verməyəcəm. N-ə bərabər olsa, n bərabər olsa 0-a. X nə bərabər olur? X bərabər olur plus minus 45 dərəcə. Bu deyilir nə? Plus minus elə 45 dərəcə. Yəni bunu götürməyəcəm. Mənfi bizə ehtiyac yoxdur. Elə bu olur nə? Bunun gəlin müsbətin götürək. X bərabər olur 45 dərəcə. Çünki bizə ən kiçik müsbət kökünü istəyir. N bərabər 1 olsa, x bərabər olur nəyə? X bərabər olur deməli n 1 olanda 45 dərəcə üzərinə gəlinsin 360 dərəcə. Yəni bu olmayacaq. Ehtiyac olmayacaq heç buna. Bu olacaq nəyə? 405 dərəcə. Ehtiyac yoxdur buna. Yəni bizdən ən kiçik müsbət kökünü istəyir. O da olur pi bölək 4. Yəni 45 dərəcə. O da elədi y bəndi. Belə. Baxaq 15-ci suala. 15 deyir ki, kosinus x bərabərdir. Kosinus kvadratı 32 dərəcə. Üzərinə gəlinsin sinus kvadratı 32 dərəcə. Çıxaq 2-də 1. Şagirdlər, bax bu düstur. Bu nə eləyirdi? Eləyirdi 1. Kosinus 2x bərabərdir 1 çıxaq 2-də 1. Yəni kosinus x bərabər olurdu 2-də 1-ə. X da buradan bərabər oldu nəyə? Kosinus x 2-də 1 olanda plus minus
2'də 1'i harda alırdı? 60 dərəcədə. Pi bölünsün 3 üzərinə gəlsin 2 pi n. Və n də daxil olurdu z-ə. Bu şəkildə. Tənliyin həlli oldu bu. 16. 16 da yenə bax bu sual neyinisə. 2020-də düşüblər. 2020-də düşüblər. 16 nə deyir? Deyir sinus x bərabər deyir. Bu eləyəcək nə? 1 çıxaq 2-də 1. Sinus x bərabərdir 2-də 1. X bərabərdir 2-də 1'i harda alır? Mənfi 1 üstü k pi bölək 6 üzərinə gəlinsin pi k. K da daxildir z-ə əlbəttə ki. O da uyğun gəlir D bəndinə. Belə. Baxaq 17. 17-də çevirmə düsturlarını yaxşı bilməlisiniz. 17. Deyir kosinus pi üzərinə gəlsin x bərabərdir sinus pi bölünsün 2. Şagirdlər pi plus x nə verirdi bizə? Bax belə idi də. Pi buraydı pi. Pi plus x verirdi buranı. Üçüncü rübü. Üçüncü rübdə də kosinus belə idi də. Müsbət, mənfi. Mənfi, müsbət. Deməli mənfi olurdu. Olur mənfi x. Yəni. Özdə pi-də də ad dəyişmirdi. Olurdu mənfi kosinus x bərabər oldu. Sinus 90 dərəcədən alırdı sinus 1. Yəni kosinus x bərabərdir mənfi 1. Bu da xüsusi altda. X bərabər olur nəyə? Pi üzərinə gəlsin 2 pi n-ə. N də daxil olur z-ə. Belə. O da olur D bəndi. D bəndində. 18. 18 əslində ehtiyac yoxdur yazmağa. 18-i yazmıram çünki 18 trigonometrik bərabərsizlikdir. Çıxarılıb mövzudan. Artıq sizə düşməyəcək. Baxaq 19-a. 19 gözəl sualdır. 19 deyir. 19 deyir ki kosinus 4x minus 1 bölünsün kvadrat kök altda sinus x bərabər olmalıdır 0-a. Bərabər olmalıdır 0-a. Şagirdlər, deməli kəsin sürəti 0 olmalıdır. Kosinus 4x bərabər olmalıdır 1-ə. 4x bərabər olmalıdır 2 pi k-ya. X da buradan bərabər olmalıdır nəyə? Pi k bölünsün 2-yə. Pi k bölünsün 2-yə. Amma kökün altı, yəni kök altda sinus x fərqli olmalıdır 0-dan. Deməli sinus x fərqli olmalıdır 0-dan. X da burada fərqli olacaq nədən? X da fərqli olacaq pi k-dan. X da fərqli olacaq pi k-dan. İndi gəlin bunu koordinat sistemində baxaq. Bu olsun bizim çevrəmiz. Bura nədir? Bura 0-dır. Bura pi bölünsün 2-dir. Bura pi-dir. Bura 3 pi bölünsün 2-dir. Və bura həmçinin də nədir? 2 pi-dir. 2 pi-dir. İndi tənliyin bir həlli deyir ki, pi k-nın yarısı. Tənliyin bir həlli deyir ki, pi k-nın yarısı. İndi bax sən burada. Bax görsən ki 90 dərəcədən bir dövr eləyir də. Bax bura gəlir 90, sonra gəlir 90. Həminki qayda ilə. İndi yenə də sənə x deyir ki, fərqlidir pi k-dan. Yəni x elə bil ki belə də 180-in misillərini ala bilməyəcək. Elə ona görə də. Bax məsələn, burada A variantını at, B-ni də at, Y-ni də at. Qalır C ilə D. C deyir ki pi bölü 2 üzərinə gəlsin 2 pi k. Pi bölünsün 2 bax buradadır da burada. Üzərinə gəlsəm 2 pi k-nı olacaq nə? Gələcək bax bura. Burada alınacaq. Amma D deyir ki pi bölünsün 2 üzərinə gəlsin pi k. Pi bölü 2 bax buradır. Üzərinə gələndə pi k-nı bura olur sinus 0. Pi-də olur sinus 0. Sinus 0 ola bilmir. Ola bilməyəcək bu sualda. Çünki məxrəcdədir. Ona görə bizim düzgün cavabımız nə olacaq? C bəndi. Yəni pi bölünsün 2 üzərinə gəlsin 2 pi k. Və k da daxil olur nəyə? Z-ə. O da olur harada? C bəndində. Belə. Maraqlı düşündürücü sualdır. 20 deyir. 20 nə deyir? 20 deyir ki trigonometrik tənliklər üçün uyğunluğu müəyyən edin. Baxaq 1-ə.
1'ə deyir ki, 1-də. Sinus yarım x bərabərdir mənfi 1-ə. Deməli, bu yarım x bərabər imiş. Mənfi 1-i harada alır? Mənfi 1 alır, mənfi pi bölünsün 2. Üzərinə gəlsin 2 pi k. 2 pi k. Hər tərəfi 2-yə vursam, x bərabər olur mənfi pi. Üzərinə gəlsin 4 pi k. 4 pi k. Elə bu əslində 4 pi k da nədir? 2 pi k deməkdir. Yəni x bərabər olur mənfi pi. Üzərinə gəlsin 2 pi k. Olsun belə. İndi nə deyir? Deyir ki, ya k-ya 1 verək. K bərabər olsa 1-ə. X nə olur? X bərabər olur. Deməli nəyə? K bərabər olsa 1-ə. X bərabər olur. 2 pi çıxılsın pi. Bərabər olur nəyə? Pi-yə. 2 pi-dən pi-ni çıxılır pi. Deyir, ən kiçik müsbət kökü pi-dir. K-ya gəl 0 verək. K 0 olsa x bərabər olur mənfi pi-yə. Mənfi pi-yə. K bərabər olsa 2-yə, x bərabər olur nəyə? 2 üçün 4. 4 pi çıxılsın bir dənə pi. Bu bərabər olur nəyə? 3 pi-yə. Deməli, şagirdlər, bunun ən kiçik müsbət kökü pi-dir. Deməli, birinciyə uyğun olacaq nə? Birinciyə uyğun olacaq D bəndi. 1-ə uyğun oldu D. 1-ə uyğun oldu D. İndi bunları silək. Bunu silək. K bərabər olsun indi mənfi 1-ə. K bərabər olsa mənfi 1-ə. X bərabər olacaq. Mənfi 2 pi minus pi. Bərabər olacaq nəyə? Mənfi 3 pi-yə. Mənfi 3 pi-yə. Mənfi 3 pi. K bərabər olsa mənfi 2-yə. K bərabər olsa mənfi 2. X bərabər olacaq nəyə? Mənfi 4 pi minus pi. Bərabər olacaq mənfi 5 pi-yə. Görürük ki, belə bir cavab yoxdur. Deməli, 1-ə uyğun olur nə? 1-ə uyğun olur D bəndi. 1-ə uyğun gəldi, deməli D bəndi. Baxaq deməli nəyə? Baxaq 2-yə. Baxaq 2. 2 nə deyir? 2 deyir ki, kosinus 2x bərabərdir mənfi 1. 2x-imiz deməli neymiş? Pi üzərinə gəlsin 2 pi k imiş. X da buradan bərabər olur. Pi bölünsün 2 üzərinə gəlsin pi k. İndi k bərabər olsa 0-a. K bərabər olsa 0-a. X bərabər olur 90 dərəcə. Yəni pi bölək 2. X bərabər olur pi bölünsün 2. K bərabərdir 1 olsa x bərabər olur 90 üstə gəl 180. Nə eləyir? 3 pi bölək 2. 3 pi bölünsün 2. Görürəm ki 3 pi bölünsün 2 ilə bir cavab yoxdur. Ona görə K-nın 1 qiyməti mənə sərf eləmədi. Deməli, 1-dən böyüklər də heç sərf eləməyəcəm. Ona görə gəl baxaq K-nın mənfi 1 qiymətinə. X bərabər olur nəyə? 90 dərəcə çıxılsın 180 dərəcə. Mənfi 90 dərəcə. Mənfi pi bölək 2. K-nın mənfi 2 qiymətində x bərabər olur nəyə? Pi bölək 2 minus 2 pi. Yəni 90 çıxılsın 360. Bu da olacaq nəyə? 90-dan 360 çıxanda eləyəcək. Deməli, mənfi 240 dərəcə, 240 dərəcə. O da burada yoxdur. Deməli, ona görə 1-ə uyğun olur, 2-yə uyğun olur nə? 2-yə uyğun olur, 2-yə uyğun olur. Deyir ki, ən kiçik müsbət kökü pi bölünsün 2-dir. Bu oldu A-ya. 2-yə uyğun oldu A. Ən böyük mənfi kökü mənfi pi bölünsün 2-dir. Bir də B. 2-yə uyğun oldu AB. A, B, D getdi. Qaldı C ilə Y. Baxaq 3-ə. 3 deyir. 3 nə deyir? Tangens 3-də 1x bərabərdir kök altda 3-ə. 3-də 1x bərabər olur. Kök altda 3-ü tangens harda alır? Kök altda 3 alır 60 dərəcədə. Pi bölünsün 3 üzərinə gəlsin pi k. X də bərabər olur. Pi üzərinə gəlsin 3 pi k. 3 pi k. 3 pi k-nı da silib sadəcə pi k saxlaya bilərəm. Bunu da buna yaxınlaşacaq. Oldu belə. İndi
Gəl k-ya 0 verək. K-ya 0 verəndə x bərabər olur pi. X bərabər olur pi. K-ya 1 verəndə x bərabər olur nə? 2 pi. K-ya 2 verəndə x bərabər olur nəyə? 3 pi-yə. 3 pi-yə. İndi bax. Burada pi-ni götürənmərəm. Artıq pi-ni götürmüşəm. 2 pi də alınmır, cavabda yoxdur. Deməli, ən kiçik müsbət kök nə olur? 3 pi. Ən kiçik müsbət kök olur 3 pi. Buna görə 3-cüyə uyğun olur y. 3-cüyə uyğun olur y. Deməli. İndi baxaq k-nın mənfi qiymətlərinə. K-nın mənfi qiymətlərinə. K bərabər olsa mənfi 1-ə. X bərabər olur pi çıxaq pi, o eləyir 0. K bərabər olsa mənfi 2-yə, x bərabər edir pi minus 2 pi, o da bərabər olur mənfi pi-yə. Deməli, ən böyük mənfi kökü də elə mənfi pi-ymiş, o da oldu c. Bu şəkildə, yəni 1-ə oldu d, 2-yə oldu a, b, 3-ə də oldu c, y. Bu da oldu bizim cavab. Aha, baxaq indi nəyə? Baxaq deməli 21-ci suala. 21-ci suala gəlin baxaq. 21. Deyir ki, nə? Sinus x üzərinə gəlinsin, sinus 5x bərabər olsun 0-a. Deyir ki, tənliyinin ən kiçik müsbət kökünün dərəcə ölçüsünü tapın. Heç nə, sinusun cəm düsturu. Bu olurdu nə? Olurdu 2 sinus, bunları toplayıram, olur nə? X plus 5x'in yarısı vuraq kosinus. Bunları çıxıram. X minus 5x'in yarısı bərabərdir 0. 2 sinus 6x'in yarısı 3x vuraq. Kosinus 4x'in yarısı 2x bərabər olur 0'a. İndi 2 sinus 3x bərabər olur 0'a. Deməli, sinus 3x elə 0 imiş. 3x buradan bərabərdir. Deməli, sinusun xüsusi alı pi k. X də bərabər olur pi k bölünsün 3-ə. Və kosinus 2x bərabərdir 0-dan. 2x bərabərdir pi bölək 2 üzərinə gəlsin pi k. X də bərabər olur pi bölünsün 4 üzərinə gəlsin pi k bölünsün 2. Oldu belə. İndi deyir ki, ən kiçik müsbət kökünün dərəcə ölçüsünü tapın. Gəl buna baxaq birinci. Pi k bölünsün 3. Gəl burada k-ya 0 verəndə x bərabər olur 0-a. K-ya 1 verəndə x bərabər olur pi bölü 3. Pi bölü 3 nə qədər edir? 60 dərəcə. K-ya 2 verəndə x bərabər olur nəyə? K-ya 2 verəndə x bərabər olur nəyə? 2 pi bölü 3. Yəni 363-ə böləndə 120 dərəcə. Artıq çox böyüyür görürəm. Burada ən kiçik müsbət kökü oldu burada 60. Baxaq buna. Pi bölü 4-ə. Burada k bərabər 0 olsa, x bərabər olur 45 dərəcə. K bərabər 1 olmağına heç ehtiyac yoxdur. Böyüyəcək. Ona görə burada da ən kiçik oldu nə? 45 dərəcə. Bizdən də bunlardan ən kiçiyini istəyirdi. O da elədi 45 dərəcə. Düzgün cavab oldu 45 dərəcə. Baxaq. 22-ci sual. 22. Deyir ki, sinus x bərabərdir. Bu eləyir nə? Bu eləyir sinus 2 vuraq pi bölək 12. Sinus x bərabər olur nəyə? Sinus pi bölək 6-ya. Sinus pi bölək 6-da nə alır? 30 dərəcədə 2-də 1. Sinus x bərabərdir 2-də 1. X bərabərdir mənfi 1 üstü n. Vuraq pi bölünsün 6 üzərinə gəlinsin pi n. N də daxil olur z-ə. Deyir, ən kiçik müsbət kökünü tapın. K bərabər olsa 0-a, x bərabər olur. K yazmayaq da n yazaq. Çünki burada n bərabər olsa 0-a, x bərabər olur
Pi bölək 6 o eləyir nə qədər? O eləyir deməli 30 dərəcə. 30 dərəcə. N bərabər olsa 1-ə, x bərabər olur mənfi pi bölünsün 6 üstə gələk pi. Yəni bu da eləyir nə? 180 dərəcə çıxılsın 30 dərəcə. Bu eləyir nə qədər? 150 dərəcə. 150 dərəcə. Artıq bunları yazmağa ehtiyac yoxdur. Gəl bir dənə də mənfi 1 yazaq. N bərabər olsun mənfi 1-ə. Mənfi 1-ə. Heç mənfi 1-ə də ehtiyac yoxdur. Mənfi 1 olanda mənfi eləyəcək x-in cavabı. Ona görə bizdən ən kiçik müsbət kökə eləyir 30 dərəcə. 30 dərəcə bizim düzgün cavabımızdır. Baxaq 23-cü suala. 23 maraqlı, toplu sualıdır. 23. 23 deyir ki, kosinus 6x bərabərdir 2 tangens pi bölünsün 8 bölək 1 çıxaq tangens kvadratı pi bölünsün 8. Şagirdlər, tangens 2x'in belə bir düsturu var ki 2 tangens x bölünsün 1 minus tangens kvadratı x. Tangens kvadratı x. İndi burada bu da nədir? Tangens 2x'in düsturudur. Yəni belə olur. Kosinus 6x bərabər olur. Tangens 2x. Yəni 2 vuraq pi bölünsün 8. Bu da eləyir pi bölək 4. Tangens pi bölək 4-də deyilir 1. 6x bərabərdir. 1-i harda alır? 2 pi n'də. X də bərabər olur pi n bölünsün 3. Pi n bölünsün 3 və burada n də daxil olur z-ə. O da olur A bəndində. İndi baxın, burada da yenə həminki qayda ilə 20 deməli 4-də. 24-də də yenə kosinus 2x bərabərdir 4a. Bax bu 4a kiçik bərabər olmalıdır 1-dən, böyük bərabər olmalıdır mənfi 1-dən. Hər tərəfi 4-ə bölsəm, mənfi 4-də 1 kiçik bərabərdir a, kiçik bərabər olur 4-də 1. O da olur harda? B bəndində. Belə. İndi baxaq 25-ə. 25 deyir ki, 2 kosinus x üzərinə gələnsin kök altda 3 bərabərdir. Sinus 3pi nədir? Elə sinus pi. Sinus pi nə deməkdir? Sinus pi də deməkdir 0. Bu olur 2 kosinus x bərabər olur mənfi kök altda 3-ə. Kosinus x bərabər olur mənfi kvadrat kök altda 3 bölünsün 2-yə. 3 nə edir? 2-yə. 3 yox burada. 2. Ay sağ ol. Bu oldu belə. Bu da olur nə? X bərabər olur deməli nəyə? Plus minus mənfi olanda pi çıxılsın. Kosinus kök altda 3 bölünsün 2-ni harda alır? Kosinus kök altda 3 bölünsün 2-ni alır 30 dərəcədə. Pi bölək 6 üzərinə gəlinsin 2 pi k. X buradan bərabər olacaq. Plus minus. Pi bölü 6'ın çıxanda olacaq nə? 5 pi bölünsün 6 üzərinə gəlsin 2 pi k. K da daxil olur nəyə? K da daxil olur z. O da olur harda? O da olur D bəndində. Baxaq nəyə? Baxaq 26-cı suala. 26-cı sual deyir ki, tangens mənfi 4x bərabər olur kök altda 3 bölünsün 3-ə. Bu olur nə? Mənfi tangens 4x bərabər oldu kök altda 3 bölünsün 3-ə. Tangens 4x sən demək elə mənfi kök altda 3 bölünsün 3 imiş. Şimdi bu da olur nə? 4x bərabərdir. Kök altda 3 bölü 3'ü alır harda? 30 dərəcədə. Mənfi olduğuna görə olacaq mənfi pi bölünsün 6 üzərinə gəlinsin pi k. X də bərabərdir mənfi pi bölünsün 24 üzərinə gəlinsin
pi k bölünsün 4 və k da daxil olur z-ə. Bu şəkildə. Bu şəkildə. 27 də bayaqki sualdandır. 27 də bayaqki sualdandır. 27 deməli nə olacaq? 27 bərabərdir. Kosinus 4x bərabər olacaq. Kosinus 4x bərabər olacaq. Tangens 67 dərəcə vuraq. Tangens 23 dərəcə. Şagirdlər, elə tangens 67 dərəcə, kotangens 23 dərəcədir. Kosinus 4x bərabər olacaq. Kotangens 23 dərəcə vuraq. Tangens 23 dərəcə. Buraya eləyir 1. Kosinus 4x əgər 1-dirsə, deməli 4x-un nədir? 4x-un bərabərdir. Bir xüsusi halda 2 pi k-ya. X də bərabər olur pi k bölünsün 2 və k da daxil olur z-ə. O da olur harda? A bəndində. A bəndində. Baxaq 28-ci suala. 28. Deyir ki, kosinus 720 dərəcə minus 2x bərabər olur mənfi 2-də 1. Şagirdlər, bir şey bilməlisiniz ki, 720 dərəcənin yerinə elə 360 dərəcə yaza bilərsiniz. Kosinus 360 dərəcə minus 2x bərabər olur mənfi 2-də 1-ə. 360-da ad dəyişmir, işarədə müsbət olur. Olur, elə kosinus 2x bərabərdir mənfi 2-də 1-ə. 2x bərabər olur plus minus pi çıxılsın pi bölək 3 üzərinə gəlsin 2 pi k 2 pi k. 2x bərabərdir plus minus olur 2 pi bölək 3 üzərinə gəlsin 2 pi k 2 pi k. X də bərabər olur plus minus 2 pi bölək 6 eləyəcək pi bölək 3. Pi bölünsün 3 üzərinə gəlinsin pi k. Burada k da daxil olur nəyə? K da daxil olur z. Bu da oldu bizim tənliyin həlli. Aha, bu da oldu bizim tənliyin həlli. İndi gəlin baxaq 29-cu suala. 29. Deyir ki, 29 deyir ki, kosinus 2x bərabərdir, bunu yazıram, kosinus kvadratı x plus kosinus x minus 1. Kosinus 2x bayaqdan yazırıq, nədir? Kosinus kvadratı x çıxılsın sinus kvadratı x bərabərdir, kosinus kvadratı x plus kosinus x minus 1. Bunları apardım, nə qaldı? Qaldı, deməli, sinus kvadratı x plus kosinus x minus 1 bərabər oldu 0-a. Bərabər oldu 0-a. Bu sinus kvadratı x-də nədir? 1 çıxılsın kosinus kvadratı x plus kosinus x minus 1 bərabər oldu 0-a. Bunları apardım. Kosinus x minus kosinus kvadratı x bərabər olur 0-a. Kosinus x-i çıxartsam, mötərizə xaricı nə qalır? 1 çıxılsın kosinus x bərabərdir 0-a. Kosinus x 0-dır. Kosinus x bərabər 0-a. X bərabər olur nəyə? Xüsusi halda pi bölünsün 2 üzərinə gəlinsin pi k. Və kosinus x bərabərdir 1-ə. X də buradan bərabər olur nə? 2 pi k. 2 pi k. Bu oldu belə. Deyir ki, 0-90 dərəcə parçasında olan köklərin cəmini tapın. İndi gəl k-ya 1 verək. K-ya birinci 0 verək bu tənlik üçün. K-ya 0 versəm, x bərabər olur nəyə? 90 dərəcə. K bərabər 1 olsa, x bərabər olur 270 dərəcə. Olmayacaq artıq bu. Olmayacaq. Çünki mənfi qiymətlər versəm, mənfi də olmayacaq. Mənfi 1 versəm, məsələn 90 çıxı 80
90 çıx 180 olur, mənfi 90 olmayacaq. Deməli burada bir dənə cavab oldu nə? 90. İndi bura baxaq, bura. Bu tənlik üçün k bərabər olsa 0-a, x bərabər olur elə 0-a, k bərabər olsa nəyə? K bərabər olsa 1-ə, x bərabər olur 2pi. 2pi nə edir? 360 dərəcə. Artıq böyüyəcək k-ya müsbət verəndə. K bərabər olsa mənfi 1-ə, x bərabər olur nəyə? Mənfi 360 dərəcə. Bu da düşməyəcək. Bizdə nə oldu? 0 ilə 90 dərəcə. Bunu da cəm eləyir nə? Buna cəm eləyir 90 dərəcə. Yəni testin düzgün cavabı oldu 90 dərəcə. 90 dərəcə. Baxaq 30-cu suala. 30-cu sual gözəl sualdır. 2021-də çox uşaq yandırmışdı bu suallar. Deyir, kosinus 2pi kosinus x bərabərdir 1-ə. Bax, yenə də çaşmağa ehtiyac yoxdur. Argument bərabər deyir. 2pi vurulsun kosinus x bərabərdir. 1-i harda alır? 2pi k-da. 2pi k-da. Sən bu 2pi'ləri ata bilərsən. 2pi'ləri ata bilərsən. Kosinus x bərabər olur k-ya. Kosinus x bərabər oldu k-ya. Və burada da k da daxil olur nəyə? Z-ə. K z olanda bax kosinus x nə ola bilir? Kosinus x bərabər ola bilir 0-a. Kosinus x bərabər ola bilir 1-ə. Kosinus x bərabər ola bilir mənfi 1-ə. Və bu mənfi 1 parçasında istənilən qiymətə bərabər ola bilir. İstənilən qiymətə bərabər ola bilir. İndi gəl bir dənə Descartes koordinat sistemi çəkək. Descartes koordinat sistemi. Bu olsun bizim vahid radiuslu çevrəmiz. Vahid radiuslu çevrəmiz. Pi bölək 2, 2pi, 3pi bölünsün 2, burada olur pi. Burada olur pi. Y neydi? Y bərabər idi sinus x-a. X neydi? X bərabər idi kosinus x-a. Kosinus x-a. Belə idi də. İndi bax. Bax. Kosinus tutalım ki deyirəm 0. Kosinus 0-ı harda alır? Alır deyirsən ki bax pi bölünsün 2-də. Alır pi bölünsün 2. Kosinus 1-i harda alır? Alır 0-da və yaxud da ki 2pi'də. Kosinus mənfi 1-i deyirəm harda alır? Deyirsən ki alır pi-də. 180 dərəcədə. Bax bunların hər döngəsi neçə dərəcədir? Bax tutalım ki buradan bura qədər məsafə nə qədərdir? 90. Sonra pi bölü 2-dən pi-yə qədər məsafə nədir? 90. Pi-dən 3pi bölünsün 2-yə qədər məsafə 90. Deməli bu 90-ın misilləri qədər dövr edir. Yəni burada da x də bərabər olur pi-k bölünsün 2. Pi-k bölünsün 2. Vəssalam, olur belə. Cavabı da belə saxlaya bilərsən. Yəni bax, neçə dərəcə? 1 dərəcə də fərq oldu. Oldu 90 dərəcə. Gördün? Yəni k-ya 1 verəndə 90, 2 verəndə olur artıq 180. Belə dəyişəcək. Yəni olur cavab nə? Pi-k bölünsün 2 D bəndir. D bəndir. Baxaq nəyə? Baxaq 31-ə. Baxaq 31-ə. 31 deyir ki sənə. 2 kosinus 3x bərabərdir. Yazıram kosinus 40 dərəcə çıxaq sinus 50 dərəcə. Sinus 50 dərəcə. Və ağıllı şagird görür ki, bunlar bir-birini aparır. Çünki niyə? Çünki elə sinus 50 dərəcə bərabərdir kosinus 40 dərəcə. Ona görə. Qalır nə? 2 kosinus 3x bərabər olur 0-a. Kosinus 3x bərabərdir 0-a. 3x bərabərdir pi bölünsün 2 üzərinə gəlinsin pi-k. X də bərabər olur pi bölünsün 6 üzərinə gəlinsin pi-k bölünsün 3. Burada da k da daxil olur z-ə. Tənliyin həlli də bu şəkil. İndi baxaq nəyə? Baxaq 32-yə. 32 sənə sir verib orada. İstifadə eləməyə bacarmaz. 32 deyir ki sənə sinus 5x kosinus 3x üzərinə gəlinsin sinus 3x kosinus 5x.
Kosinus 5x bərabərdir 2-də 1. Tənliyidir həlli. Bu nədir? Cəmdir də. Olur sinus 5x plus 3x bərabər olur 2-də 1-ə. 8x bərabərdir. 2-də 1-i harda alır? Alır mənfi 1 üstü n. Vuraq pi bölünsün 6 üzərinə gəlsin pn. X da buradan bərabərdir. Mənfi 1 üstü n. Vuraq pi bölünsün 48 üzərinə gəlsin pn bölünsün 8. Və n də daxil olur z. Bu da oldu bizim təlliyimizin həlli. Baxaq 33-ə. 33 sənə hazır deyir ki, bərabər ilə 0-a 1 minus tangens x bərabərdir 0-a. Tangens x elə 1-dir. X də bərabər olur pi bölünsün 4 üzərinə gəlsin pi k. Və bir şey unutma ki, kosinus x-i fərqli eləməlisən 0-dan. Çünki tangens sinus böl kosinus daxil. Kosinus 0 ola bilməz oldu. X da burada fərqlidir. Pi bölünsün 2 üzərinə gəlsin nədən? Üzərinə gəlsin pi k-dan. Vəssalam. Bizim təlliyimizin cavabı oldu nə? Pi böl 4 üzərinə gəlsin pi k. Cavab pi böl 4 üzərinə gəlsin pi k. Belə, bu şəkildə. Baxaq 34-də. Baxaq 34. 34 də deyir ki, mən sinus 2x-in düsturuyam. Bu olur sinus 12x bərabər olur kök altda 3 bölünsün 2-yə. Kök altda 3 bölünsün 2-yə. 12x bərabərdir. Kök altda 2 bölünsün 2. Nə eləyir? Eləyir mənfi 1 üstü n. Pi bölünsün 3. Üzərinə gəlinsin pi n. X da buradan bərabər olur mənfi 1 üstü n. Vuraq pi bölünsün 36. Üzərinə gəlinsin pi n bölünsün 12. Burada n də daxil olur z. Bizdən tənliyin həllini istəyirdi. Tənliyin həlli də oldu. Baxaq 35-ə. Baxaq 35-ə. Bu da yenə fərqin düsturunda olacaq. Sinus 3x minus x bərabərdir 2-də kvadrat kök altda 3. Sinus 2x-imiz kök altda 3 bölünsün 2 imiş. 2x bərabərdir mənfi 1 üstü n. Pi bölək 3. Üzərinə gəlinsin pi n. X da bərabərdir mənfi 1 üstü n. Pi bölünsün nə? Pi bölünsün deməli 6. Üzərinə gəlinsin pi n bölünsün 2. Və n də daxil olur z-ə. N də daxil olur z-ə. Tənliyin həlli oldu bu. Baxaq 36-ya. 36 çox sadə sualdır. Birinci qruplara sadə düşüb. Deyir, kosinus 2x bərabərdir. Sinus kvadratı x üzərinə gəlsin kosinus kvadratı x. Bax, bunu deyirəm. Dəqiqə. Sinus kvadratı x üzərinə gəlsin kosinus kvadratı x nə eləyir? 1 eləyir də. 1. Ona görə o eləyir nə? O eləyir 1. Bərabərdir 1-ə. 2x bərabərdir. Xüsusi halda 2 pi k-ya. 2-ləri apara bilərsən. X bərabər olur pi k. K da daxil z-ün. Vəssalam. Pi k, k da daxil z olur b bəndi. Olur b bəndi. Bu şəkildə. İndi baxaq 37-yə. 37-yə baxaq. Bunu silək buradan. 37-yə baxaq. Şagirdlər, burada nə edə bilərik? Gəlin hər tərəfi bölək kosinus x-a. Gəl 37-də bərabərliyin sol tərəfini bölək kosinus x-a. 2 kosinus x bölünsün kosinus x. Üstə gələk sinus x bölünsün kosinus x. Bərabər olsun. 3 sinus x bölünsün kosinus x. Üzərinə gəlsin kosinus x bölünsün kosinus x. Bərabər oldu mənfi 2-də 1-ə. Bunlar getdi. Qaldı nə? 2 üzərinə gəlinsin tangens x bölünsün
3 tangens x plus 1 bərabər oldu mənfi 2-də 1-ə. Mənfi 2-də 1-ə. Bu da oldu nə? Mənfi 4 üzərinə mənfi 4 çıxılsın. 2 tangens x bərabərdir 3 tangens x plus 1-ə. Mənfi 4 çıxaq 1 bərabər olur nəyə? 5 tangens x-a. 5 tangens x bərabər olur mənfi 5-ə. Mənfi 5-ə. Sən demələ tangens x neymiş? Mənfi 1 imiş. Tangens x mənfi 1 imiş. X də bərabər oldu mənfi pi bölü 4. Üzərinə gəlinsin pi k. Üzərinə gəlinsin pi k. O da oldu C bəndində. C bəndində. Bu niyə belə? C bəndində. Aha, baxaq 38-ci suala. 38-ci suala baxaq. Deyir ki, 38-də. 38-də deyir ki, kotangens 3x minus pi bölək 4 bərabərdir mənfi 1. 3x minus pi bölünsün 4 bərabərdir. Mənfi 1-i harda alırdı? 3 pi bölünsün 4 üzərinə gəlinsin pi k-da. 3x bərabərdir pi üstə gələk 3 bölünsün 4 üzərinə gəlinsin pi k. 3x bərabərdir pi üstə gələk pi k-ya. Pi üstə gələk pi k-ya. X də bərabərdir pi bölünsün 3 üzərinə gəlinsin pi k bölünsün 3 və k da daxil olur z-ə. O da olur harda? O da olur D bəndində. D bəndində. Baxaq 39-a. 39. 39 da maraqlı suallardandır. Maraqlı suallardandır. Gəl yenə hər tərəfi bölək. Gəl bunu təzə səhifə açaq, yenidən yazaq. 39. Deyir ki, 3 sinus kvadratı x minus sinus x kosinus x bərabərdir 2 kosinus kvadratı x. Gəl hər tərəfi bərabərliyin hər iki tərəfini bölək. Kosinus kvadratı x-a. 3 sinus kvadratı x bölünsün kosinus kvadratı x. Çıxaq sinus x kosinus x bölünsün kosinus x vuraq kosinus x-a bərabər olsun 2-yə. Bunlar gedəcək də kosinusa gedir. Buraya eləyir nə? Tangens. Tangens kvadratı 3 tangens kvadratı x minus tangens x. Bunlar apardı bir-birim. Buraya elədi tangens x. Bərabər oldu. Daha doğrusu çıxaq 2 bərabər oldu 0. Məqsədə uyğun olar ki, tangens x-a bir k deyəsin. 3k kvadratı minus k minus 2 bərabərdir 0-a. Deməli, 3 çıx 1, 2 çıx 2 0 eləyir. K1 bərabərdir 1-ə, K2 bərabər olur 0-a. Bərabər olur 0-a. İndi bu nə olacaq? Deməli, tangens x. Bir şey səhv eləmədim ki burada. Yox, səhv eləmədim ki içinə. Tangens x. Yaxşı, belə eləmək, diskriminat nə eləyək? Diskriminat bərabərdir 1, üzərinə gəlsin 4 üçün 12 2-nin 24-dən elədi 25. K1 bərabərdir 1 plus 5 bölünsün 6, elədi 1. K2 bərabərdir, deyirəm də arada səhv eləmişim. Şagirdlər, K1 1 olur. K2 mənfi 2 bölünsün 3 olur. Mənfi S-nin A-ya nisbətidir, diskriminant. İndi gəlin baxaq da. Tangens x bərabərdir 1. X bərabər olur pi bölünsün 4. Üzərinə gəlinsin pi k. Bu oldu x1. x1 oldu pi bölünsün 4. Üzərinə gəlinsin pi k. İndi o birisinə baxaq da. Tangens x bərabər olur mənfi 3-də 2-yə. X buradan bərabər olur nə? X bərabər olur deməli.
Arktangens, daha doğrusu mənfi arktangens. Əslində bu mənfi olmur, tangensdən. Mənfi olmur. Olur elə arktangens 3'də 2 üzərinə gəlsin pi k. X2 də oldu bu. Vəssalam. Oldu nə? Yox. Yanlış yazdım. Mənfi olur. X2 buradan bərabər olur. Mənfi arktangens. Mənim fikrim kosinusa getdi. 2 bölünsün 3. Üzərinə gəlsin pi k. Vəssalam. Bu da oldu belə. Cavab da oldu nə? Cavab da oldu Y bəndə. 40 bərabərsizlikdə artıq düşmür, ehtiyac yoxdur. 41. Burada çap xatası gedib yəqin. Bu kitabda burada çap xatası gedib. Çünki 41-də necə xəta gedib? Birinci tərəf eləyir 1 bərabər olur 7 bölünsün 4-ə. Belə olmur axı. 1 7 bölünsün 4-ə bərabər deyil. Amma bu sualın orijinal variantı belədir ki, sinus kvadratı 2x üzərinə gəlsin 2 kosinus kvadratı 2x bərabər olsun 4'də 7'yə. Belə. İndi nə eləyə bilərik? Bu kosinus kvadratı 2x hər birimiz bilirik ki, deməli bunu yazıram sinus kvadratı 2x üzərinə gəlsin 2 vuraq 1 minus sinus kvadratı 2x'dir. Bu da bərabər olur 4'də 7'yə. Sinus kvadratı 2x üzərinə gəlsin 2 minus 2 sinus kvadratı 2x bərabər olur 4'də 7'yə. 1 çıx 2 mənfi. 2 çıxaq sinus kvadratı 2x bərabər olur 4'də 7'yə. Mənfi sinus kvadratı 2x bərabər olur. Deməli nəyə? 7 çıxaq 8 bölünsün 4'ə. O da bərabər edir nəyə? Mənfi 4'də 1'ə. Bu mənfi ilə də gedəcək, qalacaq 4'də 1. 4'də 1. Dərəcə azaltmadan nə eləyəcək? 1 çıxaq kosinus 4x bölünsün 2 bərabər olur 4'də 1'ə. 4 ilə bu 2 gedəcək, qalacaq 2. 1 çıxaq kosinus 4x bərabər olacaq 2'yə. Daha doğrusu 2'də 1'ə. Mənfi kosinus 4x bərabər oldu. 2'də 1 çıx 1. Kosinus 4x bərabər oldu. 2'də 1'ə. Kosinus 4x bərabər. İndi buradan 4x bərabərdir. Plus minus. 2'də 1'i harda alırdı? 60 dərəcədə. Pi bölünsün 3. Üzərinə gəlsin 2 pi k. X da bərabər olur nəyə? Plus minus pi bölünsün 12. Üzərinə gəlsin pi k bölünsün 2. K da daxil oldu z-ə. O da oldu B bəndində. Başqa sual qaldı? Başqa sual qalmadı. Bu qədər. Sağ olun, salamat qalın. İnşallah növbəti videoda kompleks ədədlərin izahını çəkəcəm.